Bəstəkarları müqayisə edirik. İkinci hissə. Videonu izləməzdən öncə kanala abunə olun və bəyənib yorum yazmağı da unutmayın. Bugünkü müqayisəmiz Krzysztof Willibald Gluck və Giacomo Rossini haqqında olacaq. Krzysztof Willibald Gluck və Rossini opera tarixində mühüm yer tutan görkəmli bəstəkarlardır. Hər ikisi opera janrının inkişafına böyük töhfələr vermişdir. Lakin bunu fərqli yollarla həyata keçirmişlər. Gluck 18-ci əsrdə opera islahatçısı kimi tanınırsa, Rossini 19-cu əsrin əvvəllərində İtalyan bel canto operasının ən parlaq nümayəndəsi hesab olunurdu. Krzysztof Willibald Gluck 1714-cü ildə Almaniyada anadan olmuşdur. O, fəaliyyət göstərdiyi dövrdə opera sənətində bir sıra problemlərin mövcud olduğunu görürdü. Həmin dövrdə operalarda müğənnilərin virtuozluğu və texniki imkanları əsərin məzmunundan daha vacib sayılırdı. Gluck hesab edirdi ki, opera ilk növbədə tamaşaçının hisslərinə təsir etməli, musiqi isə sujet və dramatik hadisələrin inkişafına xidmət etməlidir. Buna görə də o, operada ciddi islahatlar aparmışdır. Rossini isə 1792-ci ildə İtaliyanın Pesaro şəhərində anadan olmuşdu. O, operanın ən parlaq və populyar dövrlərindən birində yaşamışdı. Rossini gözəl melodiyaların, vokal virtuozluğun və səhnə dinamizminin ustası idi. Onun operaları qısa müddətdə Avropanın ən məşhur səhnələrində nümayiş etdirilmişdi. Yaradıcılıq baxımından Gluck operada sadəlik, təbiilik və dramatik həqiqət axtarırdı. O, musiqinin sujetdən üstün olmasına qarşı çıxırdı. Onun Orfey, Alcesta, Ifigenia Tavrit'də operaları bu ideyaların ən parlaq nümunələridir. Qeyd etmək lazımdır ki, Orfey və Evridika mövzusuna bir çox bəstəkar opera yazmışdı. Lakin burada Gluck'un operası Orfey və Evridika deyil, Orfey adı ilə qeyd olunur. Rossini isə operalarında gözəl melodiyalara və müğənnilərin texnik imkanlarının nümayişinə geniş yer verirdi. Onun Sevilla Bərbəri, İtaliyada Türk, Kül Kedisi və Wilhelm Tell operaları həm melodik zənginliyi, həm də parlaq orkestr dili ilə seçilir. Rossininin musiqisində yumor, canlılıq və səhnə enerjisi mühüm yer tuturdu. Musiqi dili baxımından da bəstəkarlar fərqlənirdilər. Gluck'un musiqisi daha sadə, aydın və dramatik məzmunla sıx bağlı idi. O, musiqi vasitəsilə obrazların hiss və düşüncələrini göstərməyə çalışırdı. Rossininin musiqisi isə daha virtuoz, hərəkətli və melodik idi. Onun məşhur Rossini Crescendosu adlanan üsulu orkestr və vokal partiyalarında gərginliyin tədricən artırılması ilə dinləyicidə böyük təsir yaradırdı. Opera qəhrəmanlarının təqdimatında da fərqlər müşahidə olunur. Gluck'un qəhrəmanları daha çox antik mifologiya və faciə janrı ilə bağlı idi. Onların daxili hissləri və mənəvi mübarizələri əsas diqqət mərkəzində olurdu. Rossininin qəhrəmanları isə daha canlı, enerjili və bəzən komik xarakter daşıyırdılar. Xüsusilə komik operalarında qəhrəmanların məzəli vəziyyətləri və yumor hissi ön plana çıxır. Orkestrdən istifadə sahəsində Gluck orkestri əsasən dramatik hadisələrin ifadəsi üçün istifadə etmişdi. Rossini isə orkestrin rəngarəng imkanlarından daha geniş yararlanmış, onu operanın vacib ifadə vasitəsinə çevirmişdi. Opera tarixindəki rolu baxımından Gluck opera islahatçısı kimi xüsusi əhəmiyyət daşıyırdı. Onun yenilikləri sonradan Mozart, Beethoven və Wagner kimi bəstəkarların yaradıcılığına təsir göstərmişdi. Gluck opera tarixində 3 islahatçı bəstəkardan biri olaraq tarixə keçdi. Rossini isə İtalyan operasının ən yüksək zirvələrindən birini yaratmış, Donizetti, Bellini və Verdi kimi bəstəkarların formalaşmasına güclü təsir göstərdi.
Beləliklə, Christoph Willibald Gluck və Gioacchino Rossini opera sənətinin iki fərqli inkişaf istiqamətini təmsil edirlər. Gluck operanı sadələşdirərək onun dramatik məzmununu gücləndirmiş, Rossini isə operaya parlaq melodiyalar, virtuoz vokal texnikası və canlı teatr atmosferi gətirmişdi. Gluck daha çox opera islahatçısı, Rossini isə belkanto operasının ən böyük ustalarından biri kimi musiqi tarixində özünə məxsus yer tutmuşdu.